Salam dəyərli izləyicilər, əziz valideynlər, əziz müəllimlər və şagirdlər. Bu günlərki videomuz bilirik ki, Respublikada lise gimnaziya qəbul imtahanları qabağımıza gələn həftənin 3-cü gündən etibarən başlayacaq və düşündük ki, bu son dönəmlərdə imtahana 3-4 gün qalmış, hansı suallar daha aktualdır, arxa kamerada şagirdin o sualları səsləndirəcək, özünün suallarıdır və mən də o suallara sizin üçün cavab verəcəm. Buyurun. Daha çox test işləyim, yoxsa qaydaları təkrar edin? Demək olar ki, imtahan prosesinin son vaxtlarında daha çox test yönlü, yəni sınav yönlü suallar işləmək məsləhətlidir, nədir ki, qayda oxumaq. İmtahanda vaxtı necə düzgün idarə edin? İmtahanda bildiyimiz kimi lise gimnaziya imtahanında 5, 6 və 7-ci siniflər üzrə 60 suallıq bir sual imtahanı təşkil olunur. Bunların 20'si Azərbaycan dili, 20'si riyaziyyat, 20'si riyaziyyat təvəkkül tiplidir və bu suallardan ən çox yaxşı bildiyimiz ilk 10 sualı yazıb bu şəkildə. Bu 3-4 gün ərzində bütün proqramı təkrar etməyə çalışmalıyım, yoxsa əsas mövzulara fokuslanmalıyım? Bütün proqramı təkrar etmək əvəzinə sınav yönlü, yəni bütün proqramı əhatə olunmuş şəkildə sınavlar işləmək daha məqsədə uyğundur. Bunda vaxt bölgüsü, yəni saat qoyaraq işləmək daha effektiv olur. Ən çox çıxan suallar hansı mövzulardandır? Əsasən qəbul imtahanında bütün şagirdlərimizin verdiyi suallarda ki, mənim ən çox hansı mövzu düşəcək, ən çox hansı mövzu təkrar etmək lazımdır. Bu anlayış başdan ayağa yanlışdır. Yəni bir mövzu ən çox bu təkrar düşür demək olmaz. Ona görə bütün mövzulardan sınavlar işləmək məqsədə uyğundur. İmtahanda panikaya düşsən necə davranın? İmtahanda panikaya düşsəniz, bir təcrübə ilə əsaslanır. Belə bir sözdür ki, gözlərinizi yumub, yəni təcrübəyə əsaslanan bir sözdür. Gözlərinizi yumub, imtahan binasında olmadığınızı təsəvvür edin və imtahan sonrasında olacaq sirrinizi təsəvvür edin, o panikadan çıxa bilərsiniz və unutmayın ki, siz bu imtahana artıq 9 aydan yuxarıda hazırlaşırsınız və imtahan sadəcə sizin ani biliyinizi ölçür, il boyu, yəni sizin gələcəkdəki potensialınızı ölçmür, o andakı biliyinizə baxır. İmtahanda vaxtı necə düzgün idarə edin? Sual təkrar ünvanlarını, yəni digər şagirdlərdən gəldiyini görürəm. İmtahanda vaxt bölgüsü yenə qeyd edirəm. Bütün fənlərdən ilk 10 bildiyiniz sualını yazıb, bilmədiyinizi dairəyə alıb, yenidən geri dönsəniz, vaxtınızın yetərincə qaldığını görəcəksiniz. Əgər bir sual anlamasam, keçim yoxsa ilişim? Əsasən uşaqlar bir sualı anlamadıqda vaxt itkisi gətirib çıxarıcı dairə o sualın üstündə çox qalırlar. O sualı dairəyə alıb, digər suallara keçib, yenidən imtahanın sonlarına yaxına imtahanda müəyyən müddətdə o suala qayıtma daha məqsədə uyğundur. Hər gün neçə saat oxumaq məsləhətlidir? İmtahan son periodunda uşaqlar adətən 9 ay hazırlaşdığı üçün çətin bir dönəmdən keçirlər. Bu son vaxtlarda daha çox istirahətinə, yəni yuxu rejiminə diqqət etməlidir. Bunun üçün gün ərzində ən çox, yəni 3 saat oturub oxuyub yorulmaqdansa 1 saat sınav testi işləmək onun daha məqsədə uyğundur. Əvvəlki illərin suallarını işləmək üçün artıq gec deyil. Xeyr, artıq gec deyil. Əvvəlki ilin sınavlar suallarına siz saat qoyaraq imtahan müddəti bilir ki, 2 saat yarıma yaxın bir müddətdə, 2 saat yarım müddətində 3 fənn işləyib özünüzü yoxlaya bilərsiniz. Hansı mövzulara artıq vaxt sərf etməyə dəyməz? Ən çox çətinlik çəkdiyiniz mövzular və anlamadığınız mövzular artıq onun üzərində özünüzü yormamalısınız. Daha çox bildiyiniz mövzulara köklənməlisiniz ki, o mövzularda daha yaxşı nəticə əldə etmək mümkündür. Gecə dərs oxumaq olar, yoxsa yuxu daha vacibdir? Son imtahan periodu müddətində əziz şagirdlərə bizim dəyərli məsləhətimiz budur ki, mütləq ki, yuxu rejiminə diqqət eləsinlər. Yuxu rejimində, yəni yatmaqlarına, yeməyinə və içməyinə, ən əsas da istirahətinə son 3-4 gündə daha diqqətli yanaşsınlar, nəinki oxumaqlarına. Ən tez buraxılan səhvləri necə tapıb düzəldin? Artıq belə deyək ki, son 3-4 gündə siz ən çox səhv etdiyiniz sualları deyil, bunu bir periodda təkrar eləmişik. Ən çox indi sınavlarda işlədiyiniz səhvlərin üzərində müəllimlərlə qısa müzakirələr apara bilərsiniz.